gəlmişsiniz mənim yeni YouTube vloguma. Bugün məktəbdən hal-hazırda indi gəlmişəm. Nə yeməyimi yedim, bir dənə koftamı dəyişdim cəyimi. Sifarişlərim gəlib. Yarısı gəlib, maalesef ki. Məktəbdən 5-ci dərsdən anam zavuçumuza yığıb Aylini evə buraxır. Niyə? Aylinin kargoları gəlib. Mən də gəldim, kargolarımı açıram. Müəllimələrin onu görər, gələn dəfə icazə verməz. İstərəm. Çox gözəl şeylər sifariş etmişəm, amma heyf ki yarısı gəlib cəmi. Çox gözəl papaq demişdim, o maalesef ki gəlməyib. Onları da gələn dəfə gələndə davamını çəkəcəm. Onda başlayıram. Uşaqlar, inanın Allaha, yəni baxmamışam da evə indi gəldim. Bir dənə koftamı dəyişdim, bir də əlimi yudum, oturdum bura. Gələn kimi. Ona görə başlayırıq indi. Ana da görməyib, mən də görməyəcəm. Açıram. Aha. Bu arada Temo kargo zadı değil bu uşaqlar. Butik deyim də, hələ elən adı butikdir. Angel Shop. Aha, Angel Shop'dan sifariş vermişəm. Siz Temo'dan zaten heç nə sifariş vermir. Ne qəşəngdir. Təmizdir də, yəni cinsdir qolları. Yəni bu arada kızlar, əgər istəyən olsa, orada yazarsınız, Angel Shop'dur, qiymətlərini də deyərik sizə. Onları belədir. Bizim adımızdan yazanlara indirim olacaq. Baxın. Qəşəng. Şarkası giyinim. Giyin, zamoka aç. Ne güzel, ip yumuşaqdır. İçi də belə tül. Tül yox, heç mexdir. Tükdür. Çox gözəldir, ip Koftava yumuşaqdır. yaraşır elə ilə. Bunu mən məktəbə nə gözəl giyinərəm. Baxın. Şındır, barat da düzelt də. Düzəldirəm, mümkün bir giyinim də. Düzelt sonra da. Bax. Mübarəkdir, mübarəkdir, mübarək. Ip yumuşaqdır. Çox gözəldir. Mən də Çox giyinərəm. gözəldir. Qəşəngdir. Prosta papaq ev oldu da. Ha, papağımın Biraz üstündə. tutqan böyüdü, o da bir standartdır. 10 üzərindən puan verirəm. 10. Uşaqlar verir. Göstəm getdi bu ya. Siz də puan verin yoya. Burada pəmbiş bir şeylər görürəm. Üç tane şey sipariş vermişdi. O bizi zamanı. Onu götürməyib ki. Ağa. Neyse, keyfimizi pozmuyor. Çünkü pəmbiş şeylər var burada. Açıram. Lüp yumuşaqdır. Kız ne oldu? Çok güzeldir, yup yumuşaqdır. Buradan da beyaz şeyi var. Bağajı. Bir dənə bir göstəreyim. Əynimə də giyinərəm videonun axırı. Yaplayırın. Çox gözəldir. Giyinərəm videonun axırına. 10 üzərindən 10. Bir də belə bordo kofta. Belə. Adi, basic bir dənə koftadır belə. Şalvarların üstündən geyməyə. Materialı belə şey deyil, nazik deyil, amma çox da qalın deyil. Mən qışda daha çox belə materiallar geyinirəm kutqanın altına. Çünki qalın geyinəndə tərləyirəm. Ona görə kutqanın altına belə body tərzi yumuşaq şeylər geyinirəm. Çox gözəldir. Basic, sadə bir şeydir. Hər yerə geyinmək olar. Superdə maalesef ki qalın sifariş verdiyim şeylər gəlməyib. Onda bu videonu amallar gələndə davam elətdirəcəm. Yəni indi haçan gələ bilmirəm, amma onlar gələndə davam elətdirəcəm. İndi bunları geyinirəm. Bir də geyinmiş halımla göstərirəm. Onda başlayaq. Bordo kofta belədir. Yəni bunu içəri salmaq da olar, belə. Bu şəkildə olar. Çöldə də superdir, materialı da yəni inanılmazdır. Tam belə kutqalar zadının altından geyməli idi. Möhtəşəmdir. İndi rozvu koftanı geyinirəm. Rozvu koftam da belədir. Biraz boldu təbii ki, amma mən özüm bol seçdim. Çünki mən oversize şeylər çox sevirəm. Mükəmməldir material. Yəni yumuşaqdır. Həm yayda da, həm də qışda geyinə biləcəm materialdır. Burası da belə bağlanır. Baxın belə. Belə də geyinə bilərsiniz.
belə də geyinə bilərsiniz. Hətta mən fikirləşirəm bunu forma üstünə məktəbə də geyinmək olar. Yəni möhtəşəm bir şeydir. İndi son olaraq kurtkamı geyinirəm. Belə kurtka şort, o boy o qədər yəni yumuşaqdır ki, mən bunu siz nə üçün fikirləşirəm? Bu mən məktəbdə götürərəm, yuxum gələndə qoyub partamın üstündə uzanıb yataram da. Yəni o dərəcə yumuşaqdır. Yəni ən sevdiyim kurtkalarımdan biri oldu. İnşallah bu video Allah reklam deyirlər. Öz pulumdan hər şey almışam. Sadəcə məsləhətli şey sizə məsləhət görürəm mən. Kurtka da belədir. Baxın. Təbii ki də indi bu altdakı kofta ilə deyil, bunu daha fərqli koftalarla kombinləmək daha yaxşı olar. Amma mən sizə kurtkanı göstərmək üçün mükəmməlin hamısının etiketini çıxardacağam. Yəni superdir. Tam belə uzanıb məktəbdə yatmalı bir kurtkadır. Mükəmməldir. Hamısını sizə tövsiyə edirəm. Gələn kargolarım gələndə onları da göstərəcəm sizə. Arada təkrardan deyim, bunları əldə eləmək üçün Angel Shop'a müraciət edə bilərsiniz. Bizim adımızdan gedənlərə də 10% endirim olacaq. Olma var, çatdırırlar. Yəni onlayn mağazin deyil, onlaynda sifariş. Bəli. Yazın ailənin adını, oraya yazın, nömrə versinlər. WhatsApp-dan ailənin adını verin, sizin adınızı kontakta vursun, statusları izləyin. Öldüm girməkdən uşaqlar. İndi biz siz nə edirik? Təzə koftamla. Bu ya niyə belə qayanlıq oldu? İşığımız çünki qayanmışdı, bunu gör. Tripodumuzu yandırdıq. İşıq xuduna ay. Adım. İndi biz siz nə oldu? Ana ilə sual cavabları oxuyuruq. Ana, hadi mən dözərəm axı. Hadi dözərəm. Bir də ver də ye. Nə? Bir dənə də, bir damcı ver. Hə. Mən yedi otuya bilməyəm. Bu kaka yedi. Aynen. Hadi biraz o özün gedincə bunu belə yedi. Hə. Ay Allah, mən belə otuya bilməyəm. Deyirəm ki, və şeydir, yedi ot Yeni ya. tərəfə baxıyıq. Yedi ot yaxçı yox axı. Mən şeydə özümə axı şey almışam. Divanım var evdə, kravatım var, stoyum var. Mən niyə Bir yedi ot? divanlı ev almışam axı özüm üçün. İndi sizin yorumlarınızı oxuyuram və cavab yandırıram. Aha, anons üzrə indi yerimizi dəyişdi və indi sizin suallarınızı oxumağa keçirəm. Deməli uşaqlara öpürəm, buradan hər birinizi salamlayıram. Axşamınız xeyir olsun. Hər birinizi çox sevirəm. Bunu hər dəfə deməyimə ehtiyac yoxdur. Və burada yazmışdıq ki, suallarınız olsa yazın bizə, biz də cavablandıraq. Təkrar suallara cavab verməyəcəm, üzr istəyirəm. O atam var, nə bilim nə, boş-boş. Bizi izləyənlər zaten bilirlər, adımdır, nədir, neçə yaşım, hamısını biz danışmışıq. Bu sonradan qoşulanlardır. Bu cavabları bilmək istəyirsinizsə biz paylaşmışıq zaten videolarda. Burada sual verilib ki, Ulka bibi neçə yaşın var? 11 yaşın var, 12 oyacaq. Bunu mən neçə dəfə deməliyəm sizə? Nə qədəm deyim mən sizə? 11, 12 oyacaq. Gələn dəfə bu bayədə mənə sual verməyin. Bu arada bu videonun əsl idarəçisi Ana olacaq. Çünki mən məktəbdən gəlmişəm və dəhşət yorğunam. Mən sadəcə sualları cavablandıracağam. YouTube kanalına başlamağa necə qərar verdiniz? Bu haqda videom var. Aha, yəni bunu bilmək istəyirsinizsə videonu izləyə bilərsiniz. Ailinə hansı qadağaları qoymusunuz? Ailinə əslində mənim qadağalarım çoxdur, amma Aylin o qədər ağıllı, o qədər yəni düşüncəli bir qızdır ki, Aylinə mən çox qadağa qoymaq, yəni ehtiyac duymuram, ehtiyac da olmur. Amma Aylin bilir ki, mən nəyi xoşlayıram, nəyi xoşlamıram. Məsəl üçün, sevgili mövzusudur, öz başına harasa getməkdir, öz başına nəsə qərar verməkdir. Belə şeylərə qadağaları çoxdur. Yəni, qaş almaqdır, o uşaqdır. Mən belə şeylərə yəni, heç xoşum gəlmir. Baxmayın ki, lazerdir falandır filandır. Mən onun geyiminə də qarışmıram, lazerinə də qarışmıram. Amma belə şeylərdə qadağaları çoxdur. Məsəl üçün, örnək ver 5 dənə, qısaca denə. Qısaca deyim də, yenə də sevgilidir, baxır dostdur, kimlə oturdub durmaqdır, harası getmək mənsiz, məndən icazə almadan, evə gec gəlməkdir, məktəbdən çıxıb haradasa geyib oturmaqdır. Yəni belə qadağalarım çoxdur. Aylin xanımın neçə yaşı var? 14-15 olacaq. Bu haqda da danışmışıq. Bunlar yəqin bizi izləməyənlərdir. Bizi izləyənlər bizi bilirlər. Xala, sənin bürcün nədir? Ən çox sevdiyin maşın? Nə olar? Cavab ver. Sizi çox sevirəm. Ən çox da səni Ulka xala. Mən öpürəm səni quzum. Təşəkkür edirəm. Mən balıq bürcüyəm.
balıqlar böləcəyəm. Sonra nə dedi? Ən sevdiyim maşın Range Rover çox sevirəm. Ölürəm o maşın üçün. Öpürəm mən də sənin. Biz də sizi çox istəyirik. Buradan hər birimizi qucaqlayırıq, bağrımıza basırıq. Sonra gedin dükanda qalma videosu. Mən suallar demişdim uşaqlar. Biz nə eləyəcəyik, nə eləməyəcəyiksə özümüz ona qərar veririk. Sizin istəklərinizə də hörmətlə yanaşırıq. Əgər fikirləriniz varsa, böyük məmnuniyyətlə onları oxuyuruq və yaddaşa vururuq. Bəli. Beynimizdə saxlayırıq. Amma bu sual-cavab videosuydu. Bunu yazmaq Aylin neçədə oxuyursan? Mən 8-də oxuyuram, bir həqiqət getmişəm, 9-da oxumalıyam. Aha. Ən çox sevdiyiniz rəng, ikiniz də deyin. Ən çox sevdiyimiz rəng mənim göy rəngdir. Mənim də mavidir və qaradır. Mavi, hə, geyimdə ağdır, qaradır, sevirəm rəngləri, amma belə ən çox sevdiyim rəng göy rəngdir, bir də sarı rəngdir. Və ən çox nəyi izləməyi sevirsiniz? Mən ən çox K-drama izləməyi sevirəm. K-drama. Mən də ki, nə bilim, kliplər, seriallara baxıram, ailə önündə olur da kinolara baxıram. Məsəl üçün də uzaq şəhər falan, onları izləməyi çox Kinoları, serialları çox sevirəm. Mən K-dramalar, serial olaraq da Yalı Çapqını əvvəllər ən sevdiyim kino idi. Bəli. Hə, məni sevirsinizmi? Sizin bir izləyiciniz kimi. Əlbəttə sizi çox Biz sevirik. bütün izləyicilərimizi sevirik. Yəni bir nəfər deyil, hamımızı çox sevirik. Heç birində ayrı seçkilik etmirik. Hər birinizi çox sevirik. Hər birinizi bağrıma basıram. Hər birinizi öpürəm buradan. Aylinin atası var. Mən bu haqda danışmışam, məlumat vermişəm. Çox xahiş edirəm. Bir də bu haqda mənə sual verməyin. Artıq bezirik bu suallardan. Bəli. Bu dəfə oxudum və bundan sonra belə bir suallar görsəm, yəni ötüb keçəcəm. Çox gözəl. Uyka Aylin, sizi çox sevirəm. Biz də sizi çox sevirik. Ən sevdiyiniz yemək. Ağlıma sual gəlmədi. Mənim ən sevdiyim yemək sushi və midyedir. Mən Aylini yeməyi çox sevirəm. Hal-hazırda restorancıyım. Burada da yanımdadır. Amma qısaca deyim, ev yeməyini sevmirəm. Mənim ən sevdiyim və olmazsa olmaz yeməyim sushi və midyedir. Ən çox da sushi. Həmin qız bir də yazıb ki, bir də soruşacağım. Qışqırtma eləyəndə telefonu hara qoyursunuz ki, görsənmir? Məsəl üçün burada Aylinin stolu var. Aylinin stolunda kitablar qoyulub. Mən telefonu onun arxasına qoyuram. Yəni oradan bir dənə kamerası qalır da. Bəli. Yəni bu gizli-gizli bu şeylərə girməyək. Çox bunun izahatı çoxdur. Bəli. Hara gəldi? Məsəl üçün Aylin keçən dəfə çəkəndə kuklanın içinə elə salmışdı ki, mənim gözüm axtardı, amma görmədim. Belirli bir yerimiz yoxdur. Ağlımıza gəlir, çalışırıq hər dəfə eyni yerə qoymayaq ki, istər-istəməz vaxt keçdikcə bilirik qışqırtmadır. Ona görə də çalışırıq fərqli yerlərə qoyaq ki, heç birimiz kameranı görməsin. Məsəl üçün mən kuklaların içinə qoyuramsa, ana gəlir burada, nə bilim, qoyur şkafın arxasına. Yəni belirli bir yerimiz yoxdur. Çalışırıq ki, heç görülməyən bir yerə qoyaq. O sizi asan görsənə bilər kamerada. Biz onu kəsirik, düzəldirik, 2 saat onu yerləşdiririk. Bəli. Telefonu saxlamaq var, qurmaq var. Nəyinsə üstündə saxlamaq olanda kamera vuspuçka ilə göstərdi ya, biz onu harasa soxa bilirik də. Yəni belə deyim, loro dildə. Nəsə onu edən insan edir, biz də edirik. Aylişin neçə yaşı var? Ayliş bu haqda məlumat verdi. Bəli. Aylinə hansı qadağalar qoymusunuz? Aylin neçədə oxuyur? Zəhmət olmasa oxu. Sizləri sevirəm, biz də sizi sevirik. Dərslərini yaxşı oxuyur. Yox. Oxuyuram. Mahnı oxuyur arada, hamama Yox, mən dərslərimi yaxşı oxuyan bir insan idim. Ta ki bu ilə qədər, bu il dərs oxumaqdan çox həvəsdən düşmüşəm. Amma yenə də ixtisasıma lazım olan fənləri falan oxuyuram. Özəllə də ingilis dilinə o qədər çox oxuyuram və o qədər çox sevirəm ki, ingilis dili mənim sevdiyim fəndir. Mən də bir ana kimi fikrimi deyə bilərəm. Yəni deyə bilmərəm ki, oxumur. Çünki əvvəllər daha çox oxuyurdu. Məsəl üçün 100% idisə, bu il o 80-ə düşüb də, 80%-ə düşüb. Yəni tam deyim ki, oxumur, yox. Oxumağın daşını buraxmayıb. Mən özüm də 8-ci sinifə qədər çox super oxumuşam, həddindən artıq. 8-ci sinifdə bizdə oxuyan uşaqlardan hamı oxumağın daşını atdı. Bilmirəm 8-də niyə belə olur. Pis yazanlara fikir verməyin. Mən sizləri sevirəm. Supersiz belə davam. Öpürəm səni. Təşəkkür edirəm. Aylin heç başına bit düşüb, amma Bu məndə çox böyük travmadır. Mənim hardasa 9 yaşımda və ya 10 yaşımda, yəni ya da 11 yaşımda, tam o vaxtlarda da hazırlığa gedirdim və hazırlıqda ilk hazırlığım idi ki, yəni tək deyildim. Yanımda ətrafda dostlarım var idi. O da özüm belə seçmişim ki, ətrafımda dostlarım olsun. Bir qızın başında da bit var imiş və ondan keçdi mənə.
Ay, sirkə ilə zadla bir yerdə ana mənim başıma sirkə vururdu, bağlayırdı. Yəni dəhşət pis bir şeydi. Amma yəni o ölmürdü də, onlar bitmirdi. Axırda ana bilirsiz nə elədi? Bizim o vaxt pişiyimiz var idi. Pişiyimizin də bit dərmanı var idi. Ana götürdü onu vurdu mənim başıma. Sonra belə şey keçirdi başıma. Klok keçirdi. Hardasa 1 saatdan, yarım saatdan sonra girdim başımı yudum. Ondan sonra bitdi. Ondan sonra da şükür ki Şahət qorxurdum ki, mənim başıma keçər. Çünki mənim elə bir uşaq yoxdur da onun başında elə bir şey onun başına gəlməsin. Ən qorxduğum şey başa bit düşməkdir. Çox əziyyət çəkirəm. Çox zehlim bir gedir, acığım gəlir bitdən. Hətta qorxurdum Aylindən mənə keçər. Dəqiqə baş saçımı darıyırdım. Yəni təmizkaram deyənə kompleksim var. Neyse onu bir təhər təmizlədi Aylin başından. Ulka xalanın əsl adı nədir? Bu haqda danışmışam, adımı da demişəm. Aylin ən sevdiyin fən hansıdır? Ən sevdiyim fən İngilis dili deyə bilərəm. Keçən il az dil ədəbiyyat kimya deyərdim, amma bu il İngilis dili deyirəm. Nə olmaq istəyirsən Aylin? Nə olmaq istəyirəm? Əmin deyiləm. Tərcüməçi deyirəm. Hələ ki ağlımdakı tərcüməçidir. Amma daha çox səhnə insanı olmaq istəyirəm. Yəni bloger, müğənni, oyuncu, o tərs. Bildiniz necə? İncə sənət. Xoş sözlər yazıblar. Təşəkkür edirəm. Oxumuram, uzundur. Öpürəm sizi. Necə eynisi ilə qarşılıqlıdır. Bizə nə yazmışsa biz də sizə eyni. Bəli. Eynidir. Yəni sevgimiz eynidir. Hətta daha çoxdur. Daha çoxdur. Ulka xala, Aylin nəyə əsəbləşərsən? Deyim də, bəlkə çox şeyə əsəbləşmərəm. Ümumiyyətlə tez əsəbləşənəm mən. Hər şeyə əsəbləşirəm. Aylin bu haqda da danışıb. Yəni o da titizliyimdən irəli gəlir. Təmizkar olduğumdan irəli gəlir. Amma Aylinin sırf məni əsəbləşdirən bir hərəkəti o ola bilər ki, məndən icazəsiz harasa getsin mənə demədən. O da elə bir şey yoxdur. Bilmirəm, əslində elə bir ana deyiləm, amma xoşum gəlmir. O da bunu bilir, onun üçün etmir. Aylin, Kore dilini necə öyrəndin? Ulka neçə yaşın var? 11-12 olacaq. Kore dilini necə öyrəndim haqqında da qısa bir videom var, amma yenə də qısaca deyim sizə. Kore dilini mən çox sevirdim. Hər gün K-drama olsun, K-poplar olsun, yəni çox önəm verirdim bu dilə və bunun haqqında milyon dənə YouTube videosunu izləyirdim. Amma bu yolda mənim ən böyük dəstəkçim uşaqlar ChatGPT oldu. Yəni doğrudan ChatGPT sizin dil öyrənməyinizdə ən çox kömək edən insan ola bilər. Əlifba olsun, qrammatik olsun, sözlər olsun, ancaq o sizə yaxşı öyrədə bilər. Aylin beynin olmaq bu heç. Ən sevdiyiniz ölkə? Mənim ən sevdiyim ölkə Koreyadır, ikinci olaraq da Amerikadır. Sən? Mənim ən çox sevdiyim ölkə Türkiyə ilə İtaliyadır. Türkiyə heç, İtaliyadan amma çox istəyərdim gedək gəzə. YouTube'da hədəfin neçə kadr? YouTube'dakı hələlik hədəfim 100K'dır. Ondan sonra inşallah 1 milyon. 24 saat vlog gələr. 24 saat vlog gələr əlbəttə ki. Vay vay vay. Və Aylinə nələrə icazə verirsiniz? Aylin özü desə daha yaxşı olar. Mən nə icazə verirəm, nə icazə vermirəm. Qısaca anamın qarışdığı heç bir şey yoxdur. Bir iki şey xaric. Hər şey icazə verir. Sadəcə dediyim kimi o hansı qaydaları qoymusunuz temasındakı o 2-3 şey xaric hər şey icazə verir. Aylinin ən sevdiyi yemək bu haqda danışdı. Ən sevdiyi rəng bu haqda da danışdı. Və neçə yaşı var o haqda da danışdı. Eyni suallar yazır uşaqlar və eyni suallar çox belə maraqlı suallar verin. Uşaqlar çox qəşəng bir, rəngarəng bir sual olsun. Məsələn, bütün videolarımızda oxuduğumuz şeyləri verirsiniz. Özünüzdən başqa baxdığınız YouTuber var. Mənim yoxdur, nə yalan deyim. Mən də Aylin bəlkə də. Mənim də yoxdur. Mən daha çox əslində Netflix-də vaxt keçirdən bir insanım, K-dramalara baxıram. YouTube'da konsertlərə baxıram, K-pop konsertlərinə. Belədir ki, Türk bir YouTuber var, Ecrin, ona baxıram. Yazıb ki, pis başa düşməyin, amma Aylin niyə YouTube kanalı açdı ki? Pis mənalı demədim. Quzu, burada pis mənalı heç nə yoxdur. İnsan necədirsə özü də elə başa düşür. Burada nə var? Sadəcə sual vermisən. Mən uşaqlıqdan bəri çox sevirəm belə şeyləri. Hətta mənim 9 yaşımda falan mənim YouTube kanalım var idi. YouTube kanalı var idi və mən o kanalı bağlandı deyəsən heç bir fikrim yoxdur. Belə TikTok videoları mən siz necə çox sevirəm belə səhnə insanı olmağı, efir qarşısında olmağı çox sevən bir insanam. Ona görə də vaxt keçdikcə də dedim təzədən açım. Həm də bu haqqda qısa bir məlumatım var. TikTokda bir müddət kütlə oluşandan sonra məndən çox istədilər YouTube videosu və mən də YouTube kanalı açmaq qərarına gəldim.
Bürcləriniz nədir? Mənim balıqdır, Aylində. Qız bürcü. Aylin, ən sevdiyin K-pop qrupu hansıdır? Bir də niyə bu qədər gözəlsiniz? Ya, mənim ən sevdiyim K-pop qrupu Baby Monster'dır. Çox sevirəm. İkinci yerdə də Blackpink'dir. Amma ən çox sevdiyim desəm Baby Monster. O ki qaldı niyə bu qədər gözəl olduğumuza. Sizə oxşamışıq. Bəli, sizin gözəlliyinizdir bizi bu qədər gözəl eləyən. Əgər siz bizi gözəl görürsünüzsə, deməli sizin gözəlliyiniz o qədər çoxdur ki, gözləriniz də gözəl görür. Aylinə açıq geyim geyinməyə qoyursunuz. Qoymur. Qoymuram. Qoymur. Mənə elə deyir ki, bağlı giyin. Nanköy olma. Videolarımdan da gördüyünüz üzrə təbii ki də anam mənim geyinməmə qarışmır. Hətta əksinə deyir ki, açıq giyin. İkinizdə də ən sevdiyiniz hobbi və ikinizin də ən qorxduğu şey nədir? Mənim ən çox sevdiyim hobbim mahnı oxumaq, dans eləməkdir. Ən qorxduğum şey də qaranlıqdır. Qaranlıqdan çox qorxuram. Bir də ilandan dəhşət qorxuram. Ana, sən? Mənim hobbim alış-veriş eləməkdir, gəzməkdir. Çox sevirəm belə şeyləri. Hətta bütün əsəblərim dincəlir. Kartıma pul gələndə vapşe, ən sevdiyim, ən böyük hobbim mənim kartıma pul gəlməkdir. Uşaqlar belə deyim də, biraz ana olandan sonra çalışdım ki, elə şey. Mən uşaqlıqdan ən çox qorxduğum sıçandır. Sıçan səsi, sıçanı görəndə adicə şəkildə jurnalda Aylin mənə görsətəndə belə pis oluram da. Məndən asılı deyil. İlandan qorxmuyorum, mən sıçandan qorxuram. Yəni qorxu da deyil. Onun izahatını verə bilmirəm. Tiksinir, görə bilmirəm. Çox pis oluram da, görə bilmirəm. Amma yəni qorxduğum şey qorxulu kinolara baxa bilmirəm. Belə şeylər, yəni o karusellərə çox minə bilmirəm. Ürəyimə görə, nə bilim, nəsə belə. Belə qısaca mən ananın yerinə deyim, ataklı şeylərdən ana qorxur. Hə, panik atakım var, ona görə. Məsəl üçün attraksiyona minə bilmir, qorxu evində məsəl üçün gedə bilməz, qorxar. Elə yəni panik ataklı şeylərdən qorxur. Ulka xala nə işdə işləyir? Ulka xala heç nə, Aylin bütün günü dalıyca düşürəm. Aylin qaçır, mən qaçıram. Ulka xala blogerdir. Bloger işləyir. Çox maraqlı videolar paylaşırsınız. Öpürəm sizi. Sənin və annenin neçə yaşı var? Aylişim. Mənim 14 yaşım var, anamın da 11, Amma yaşı 12 oyacaq. Mənim qaşım niyə alçıqdır ya? 11 və 12 oyacaq. Uşaqlar, çox ürəyimizə alan bir sual olmadı. Məni Bəli, çox qane eləyən bir mənə də sual olmadı. olmadı. Mənə ləzzət eləyən bir sual olmadı. İnşallah ki, daha da yazarsınız qəşəngləri. Burada çox gözəl sözlər yazmısınız. Onları da oxuyun. Hörmətsizlik olmasın. Çünki eyni videodan yazılan suallar və yorumları götürürəm. Sizi çox sevirəm. Aylin, çox gözəlsən. Oxuma uzun video oldu. Neynirsən oxuma? Hə, tamam. Hə, tamam, heç nə uşaqlar, bizi qane eləyən buradan deyərsən, bizi qane eləyən, mənə ləzzət eləyən, bizi belə bizdən alan Heç bir sual olmadı. gözəl bir sual olmadı. Yəni siz bizim belə deyim, daimi izləyicilərimizsizsə, siz bilərsiniz ki, mənim neçə yaşım var, neçənci sinifə gedirəm, anamın ən sevdiyi nə nədir, anamın adı nədir. Amma siz hər videoda sual cavab etdikdə bu sualları verirsiniz. Ona görə biz də sual cavab videoları çəkə bilmirik. Əgər siz daha belə gözəl və daha bizi bizdən alan suallar versəz, sual cavab videoları daha çox irəliləyər. Ona görə ümid edirəm ki, bu videonun altındakı suallarınızı yazın. Sabitdəki suallarınızı yazın şərhinə. Çox gözəl suallar verərsiniz və gələn dəfə çox gözəl bir suallarınızı oxuduğum videomuz gələr. Hamınızı öpürük. Sağ olun. Bye bye. Səsim getdi. Nəfəs cığıldı yerə.